bir şeyi qayıdıb o qədər deyirsən ki, öz mənasını itirir. Baxın, əvvəllər ki, 90-cı illərdə deyirdilər ki, bir televiziya kanalı olsun, 3 gündə məsələn hakimiyyət dəyişmək mümkündür. İndi 50 dənə televiziya kanalı o anda bu anda danışır falan, amma nəticə ortada nə yoxdur. Bilirsiniz niyə? Ona görə ki, artıq bu adət halına alıb. Artıq insanlar öyle yaşır. Baxın, dünən mənə yenə bax, o Qazaxlı qız yadınızdadır, Xədicə xanım. Xədicə xanım Hüseynzadə Qazaxdan. Heç mənlə deyək ki, nəsə telefon eləyib tanışmırlar. Sadəcə olaraq videonu göndərir, bəzən heç nə də yazmır. Mən bilirəm ki, onu paylaşmaq lazımdır. Yəni bunu və yaxud da yazır ki, filan zəhmət olmasa bunu belə filan bir söz yazır, göndərir və mən onu eləyirəm. Bilirsiniz. Amma mən bəzən utanırım, xəbərlər çəkirəm. Bilirsiniz, ona görə ki, baxın, 5 uşaqla bu damın altında qalıb, dostlar. Bu 5 uşaqla damın altında qalıb və bir il çoxdur ki, bu o boyda şərəfsizlərə, yəni İlham Əliyevə filan müraciət edir, heç kimə dəxli yoxdur. Baxın, Qazaxda oturan o məmur şərəfsizlərə dəxli yoxdur, inanın. Yəni, onların da vicdanə döyüş. Heç fikir vermir bu mənada ki, bu müraciət elədi, filan elədi, dəxli yoxdur. Müraciət edir. Axı da keçən dəfə də, bu dəfə də mənə yazır. Xahiş edirəm. Mənim kartımın da nömrəsini yazın. Kimin var? 1 manat, 2 manat. Mənim ehtiyacım var, uşaqlarım acdır. Bax, bu elə bilirsiniz. Bunlardan, həmən bu qızdan bir dənədir. O günü mən sizə birini də göstərmişdim. 6 uşaqın qaçmazda hakimiyyətin qabağında birbaşa canlı açıb deyir ki, mənə yardım edin, uşaqları bırakma. Yaxşı, bu İlham Əliyev, bax, şərəfsiz. Yenə deyirəm, dəfələrlə yazmışam və deyirəm ki, prezident sosial yardıma göz dikməz. Yəni, prezident sosial yardım etməz. Yaxşı, diktatorsan, deyirsən, yaxşı, bu heç olmasa bu uşaqlara, bu deyək ki, çox uşaqlı analara heç olmasa bunlara şərəfsiz bunların sosialını verir. Yaxşı, deyirsən ki, şeydir, bu işə düzəltmə filan hər şey fəaliyyətdədir. Deyək ki, hər şey pensionerlərin maaşları indeksasiya olunur filan. 5 gün bundan qabaq müsahibə verirsən ki, ölkəni belə tərif edirsən, bəli işsizlər, yaxşı, 5% işsizlər var. Təsəvvür elə ki, bu qadın da 5 uşaqla, həmən o 5%-in içindədir. Bunun ərini tutursan, şərəfsiz. Bunun ərini tutursan, türmədədir. Yaxşı, bu qadın evdə 5 uşaqla tək qalıb. Yaxşı, bunun heç olmasa, yaxşı, bunun ərini tutursan, bunun kompensasiyasını ver, bunun sosialını ver, bu uşaqlar çörək yesinlər də. Yaxşı, bu minimum bunların haqqı nədir? Yəni, qanunla, kitabla, filanla, nədir? Onu ver də, qoy yaşasınlar, dolansınlar da özləri üçün. Niyə vermirsən? Məsələ burasındadır ki, dostlar, həmən bu xanımın, bu Xədicə xanımın ərini ona görə tuturlar ki, siqnal verir İlham Əliyev. Təsəvvür edirsiniz. Yəni, Vüqar Tofiq oğlu kimi. Bu da prezidentə yazıb ki, burada bax, bu məsələ belə bu yerdədir, filan, yiyirlər, dağıdırlar, amma bizə heç nə vermirlər. Biz batırıq ağzından. Heç nə yoxdur. Və onun üstündə tutub buna narkoman adından basırlar, türməyə gedib, yəni indi şeydir, 1 ildən çoxdur. Necə ki, Vüqar Tofiq oğlunu buna narkotik maddəsi qoyulmadılar. Ona görə ki, bu 2-ci dəfə idi. Həm də, yəni, bunu baxın, görün nə maddə ilə tuturlar. Dövlət məmurunu, deyək ki, dövlət məmurunu nüfuzdan salma maddəsi ilə bunu həbs edir. Yaxşı.
Bu dediyin nədir, bu elədiyin nədir?